Yani fikirləşin, kim korumalı torpağı? Gün hamının anası da, başlı da, namusu da, gayreti de bu torpaktır. Bu torpaktan kim kalacak? Merdi meydana kalacak. Mekanın cennet, cennet olsun oğul. Qəbrin nurla, nurla dolsun oğul. Mekanın cennet, cennet olsun oğul. Qəbrin nurla, nurla dolsun oğul. Bugün şehidim köçtü evimizden, itti gözümüzden, ama gitmir kalbimizden. Bugün yine vətən ağlayır. Sen uyu şehidim, sen uyu mezarda. Mekanın cennet, cennet olsun oğul. Qəbrin nurla, nurla dolsun oğul. Mekanın cennet, cennet olsun oğul. Qəbrin nurla, nurla dolsun oğul. Ana ağlama, qara bağlama, oğlun şehit oldu. Yarım ağlama, yüreği dağlama, qəbrin nurla doldu. Ana ağlama, qara bağlama, oğlun şehit oldu. Yarım ağlama, yüreği dağlama, qəbrin nurla doldu. Allah senden alıyor. Bayram hani? Baktılar hamısı bayram. Hamısı benim kardeşlerim. Sen git. Asılın böyle. Görüşürüz. Yaxşı. Afon verdi boy. Amin. Fatiha Allahümme salli. Allah rahmet eylesin. Allah kabul etsin. Rahim. والتين والزيتون وطور سينين وهذا البلد الأمين لقد خلقنا الإنسان في أحسن تقويم. فاتحة. Allah kabul etsin. Evet. Aziz şehit ataları, hürmetli şehit anaları, aziz köyler cemaati. Bugün biz bir neçə gündür ki, demək olar aya yaxındır. Elə göylerde de, Şamaxıda da şəhidlər xiyabanındayıq. Elə gün olur 2 gün, elə iki nəfərin, elə gün olur 3 nəfərin anım gününü qeyd edirik. Sizinlə birlikdə, cemaatla, xalqla birlikdə Göylər kəndində olduq ilk dəfə. Rızanın anım günündə, bugün Müşfik balamızın anım günündəyik.
Allah burada olan bütün her bir yerde olan bütün şehitlerimizi kendi rahmet eylesin. Yerleri cennette olsun ya Rabbim ya Resulallah. Onların atalarının, analarının, kalan bağların gözlerine çırak eder. Ona göre de bir sizden bir xahişim var hürmetli cemaat. Həmişəki xahişimdir. Her dəfə elədiyim xahişdir. Bir dəqiqəlik sükutla bütün şehitlerimizin xatirəsini yad edək. Sonra tədbirimizi devam etdirək. Adam fərəhlənir, qüvvələnir, ürəklənir sizi görəndə. Hörmətli Səxavət müəllim, gəlirdin də içəri. Yer olacaq, hər halda sahibin adam yer olar. Ona görə biz bugün Göylər kəndində, Göylər Şəhidlər Xiyabanındayıq. Hər harda, hər yerdə, harda olsa Allah Teala tüm şəhidlərimizi yerin cənnətdə eləsin. Ona görə də bu günləri Müşfiq balamızın ətrafındayıq, onun yanındayıq. Müşfiq balamızın solunda atasıdır, Bayramdır, sağında anası adadır. Anasıdır. Göylər kənd Axundu onun qarşısındadır. Göylər kənd icra nümayəndəsinin sədri hörmətli İxtiyar müəllim buradadır. Göylər kənd bələdiyyəsinin sədri hörmətli Çingiz müəllim buradadır. Bütün Göylər cəmaatı buradadır. Hamımızın qarşısında Şamaxı rayon Ağsaqqalı Ağacda müəllimsin qarşınızdadır. Allah Teala hər birinizdən razı olsun hörmətli cəmaat. Hörmətli bayram. Müşfiqin atasından durmuşsan. Mən deyirəm hamısını. Bir neçə kəlmə rica edirəm, buyur. Sonra tədbiri devam etdirəcəm inşallah. Buyur. Sağ olun Ağacda müəllim. Allah sizdən kömək olsun. Ağsaqqallıqdan əski. Təşəkkür edirəm. Əziz şəhid valideynlər, qardaşlarım, bacılar. Hürmətli kənd cəmaatı, Allah köməyiniz olsun. Bugün canımdan can, qanımdan qan getdiyi 5 il tamam. Bəli. Bu 5 ildə həmişə yardımcıda olsun. Allah sizi var edin. Amin. Ayaqlarınız var olsun. Çok sağ ol, teşekkür ederim. Hürmetli bayram. Fərəhlən, sevin, Allah'a şükür ki, belə bir evladın, xalqin, dünyanın, elin gözünde olan bir evladınız var. Onun da bu günləri biz qarşısındayıq, yanındayıq və 5 illiyini bu günləri qeyd edib, onun anım günündəyik. Rəsmiyə xanım, var mı sözün cəmaata? Allah hamımızdan razı olsun. Ben dərd ortaq analarım, atalar. Allah kənd cəmaatından dönə razı olsun ki 5 ildir bizi tək qoyur. Çok sağ olun. Allah hamımızdan razı olsun. Çok sağ olun, teşekkür ederim. Her birine teşekkür ederim. Her birinize Allah Teala evden, obadan, cemaattan, qohum, qonşuluqdan əski olmayasınız. Hörmətli cemaat, cemaat böyük qüvvədir. Xalq böyük qüvvədir. Xalq insanın dayağı dirəyidir. Hamımızın dayağımız, dirəyimiz bulardır. Hörmətli Qalib, şəhid atası, buyur. Çok sağ olun Ağacda müəllim. Tüm tədbir iştirakçılarını, değerli şəhid valideynlərini, gələn qonaqlarını hamısı salamlayıram. Allah şəhidimizə qəni-qəni rəhmət eləsin. Allah Müşfiq balamızın timsalında bütün şəhidlərimizə rəhmət eləsin. Məkanları cənnət, məqamları uca olsun. Bayram qardaşıma, rəsmiyə badıma başlarlığı verirəm. Allah səbrinizi versin. Evlad kişisi çətin söhbətdir bayram. Allah heç kimə evlad adısı göstərməsin, imtihan eləməsin. Bunlar şəhiddir. Bunların məqamı çox ucadır. Allah hər birinə dönə-dönə rəhmət eləsin. Allah ordumuzu qorusun. Allah xidmətdə olan əskərlərimizi, zabitlərimizi qorusun. Allah dövlətimizi, dövlətçiliyimizi qorusun. Üçrəngli bayrağımızı daim ucalarda dalğalandırsın. Allah sizə də səbir versin, Allah rəhmət eləsin. Allah Ben qeyd ettim, burada olan insanların hamısını qeyd etmişəm. Amma Şamaxı rayonunun üzrə hakimiyyətinin bu işə baxan Şöbə müdürünün mavini hörmətli Aqil müəllim də mənim yanımdadır. Natiq müəllim buyur şəhid atası. çox sağ olasın.
Mən də bütün ziyarət iştirakçıları hamınızı salamlayıram. Müşfiq balamızın bugünkü onun günüdür. Bayram qardaşıma, rəsmiyə basıya başsağlığı veririk. Allah məqamın uca məkanın cənnət eləsin. Onlar onun timsalında bütün şəhidlərə, vətən torpağının bütövlüyü naminə canın fəda elin, bütün şəhidlərin Allah yerlərin cənnət eləsin. Onlar bizə zəfər yaşatdılar. Bunlar zəfər şəhidləri. Zaman zaman müharibələr olub. Azərbaycan bu bədnam qonşularımızla paslayan bizə itki ilə nəticələnib. Torpaq itkisi də vermişik, şəhid də vermişik, ağır nəticələrlə üzləşib. Özü bu 44 günlük müharibədə bu balalar bizə, dövlətimizə, millətimizə, torpağımıza zəfər gətirdilər. Allah onlardan dönə-dönə razı olsun. Allah millətimizi, dövlətimizi qorusun. Qardaş qeyd elədi, 3 rəngli bayrağımız daim Azərbaycan səmasından əskil inməsin. Ona görə də bütün valideynlərə mən səbir diləyirəm. Cəm şəhidlərimizin yeri cənnət olsun. Dövlətimiz, dövlətçiliyimiz var olsun. Ordumuz güclü, qüdrətli, basılmaz, ayıq-sayıq olsun. Hörmətli tədbir iştirakçıları, mən də hər birinizi salamlayıram. Əziz Göylər cəmaatı, əziz şəhid ataları, şəhid anaları. Bugün Müşfiq balamızın şəhadət günüdür. Allah məkanı cənnət eləsin. Allah biz ata-analara bol dözüm versin. Oradan da məndən qabaq Bayram qardaşım, məndən əvvəlki ağsaqqalımız hər bir şəxs buyurdu. Evlad ağrısı həqiqətən çox çətindir. Allah hamd olsun. Yenə də neyniyək? Şükür bugünkü günümüzə bizim bu balalarımız vətən üçün, el üçün, torpaq üçün, azadlıq üçün şirin canlara fəda verirlər. Allah hər birinin yerini cənnət eləsin. Allah millətimizi qorusun. Allah şəhid-sevər insanlarımızı var eləsin. Ağsaqqal, Allah sizlərə, burada olan bütün insanların hər birinə öz təşəkkürümü bildirirəm. Bizi dərddə olan valideynlərə, bala ağrısını yaşayan insanların hər birinə başsağlığı verirəm. Çünki bala dərdi insanı doğrudan da ən ağır yük oymuş. Bir daha Allah ordumuzu qorusun, millətimizi qorusun, şəhid-sevər insanlara Allah can sağlığı versin. Bayram qardaşım, rəsmiyə bacım. Allah balamızın timsalında bütün şəhidlərimizin yerini cənnət eləsin. Şəhid anaları, əllərinizdən öpürəm, qarşıda baş əyirəm. Mənim dərd ortağı olum şəhid ataları. Allah bizlərə dözüm versin. Hər birinizə sağ olun deyirəm. Var olun, Allah təşəkkür. Şəhid analarım, şəhid atalarım, Göylər cəmaatım, Allah hər birinizdən razı olsun ki, bunları Müşfiq balamızın ailəsini tək qoymadınız, ona təsəlli oldunuz. Həqiqətən də Göylər cəmaatı dəyərli bir cəmaatdır. Mən çox hörmətim var. Həqiqətən də Göylər cəmaatına çox sağ olun. Həqiqətən var olun. Hər bir bağlarınızın xeyrini görəsiniz. Evlad acısı ağırdır, evlad itkisi çox ağır itkidir. İnsan onsuz da bu dünyada sınavlar çəkilir. Həm malı ilə, həm canı ilə, həm balası ilə, atası ilə, anası ilə, keçmişi ilə. Yəni bu dünyada mutlu yaşamaq lazımdır. Gözümlü yaşamaq lazımdır. Yəni itirə-itirə gedirik. İtirə-itirə gedirik. Amma hər şeyin Allah Teala bizlərə, hər birimizə xeyrisindən versin hər şey. Ulu öndərimiz deyir ki, bütün xalq şəhid ailələrinə dəstək olmalıdır. Dövlətimiz də dəstək olmalıdır. Şəhid ailələrin ən azından yanında olmaq lazımdır ki, ona mənəvi bir təsəlli olasan. Bir balaca bir mənəvi nəsə bir şirin danışanda şəhid ailəsi ilə elə bil ki, o şəhid ailəsinin qaldırıb dağların uca bir zirvəsinin başına qoyursun. Hər birinizdən Allah razı olsun. Bütün ümumi günləri şəhidlərimizin il dönümləridir, bilirsiniz ki, ümumi ölkəmiz üzrə bütün şəhidlərimizin, Müşfiq balamızın timsalında bütün şəhidlərimizin Allah ruhunu şad eləsin. Onların qarşısında baş əydik və onların ailəsinə, analarına Allahdan səbr diləyirəm, dözüm diləyirəm, atalara da həmçinin. Bura gələn insanlardan da Allah razı olsun. Çox sağ olun, var olasın. Çox sağ olun, təşəkkür edirəm. Allah düzgün, qolun danışdırdığınız üçün hər birinə. Sübhan müəllim, buyur. Sonra keçirəm, hazırladım. Bizim
ən birinci vəzifə borcluyum. Dədəmizin, babamızın zamanı. Tufan müəllim, buyur. Maqsadda danışan Biraz bətlənə. Qəsləsən. şəhətlər bizim baş tacımızdır. Bunlar bizim qürur mənbəyimizdir. Şəhətlər bizim sözün əsrarlarsa gözümüz bəbəyimizdir. Onlar bizim kişilik havamızı başımıza qoyanlarımızdır. Allah onlardan dönə razı olsun. Onların aldıqları torpağı biz qorumalıyıq, biz qalan bu Azərbaycan vətəndaşları. Burada yaşayanlar, onlar hamı qeyrətə çəkdilər. Allah onlardan razı olsun. Valideynlərdən səbir diləyirəm. Müşük kimi qəhrəman olanların sayəsində bizim də bütöv Azərbaycanıq. Allah bizim birimizi, bərabərimizi qorusun. Allah valideynlərə səbir versin. Çox rəhmətlər. Bilirsiniz, şəhid əsas nə gözləyir? Şəhid onsuz da Allah qiymətini verir. Onun ata-anasına hörmət gözləyir. Mən Göylər cəmaatına minnətdaram. Bax, belə təntənəli surətdə, kütləvi surətdə gəlirlər. Kəndin rəhbərləri də, bələdiyyəsi də, kənd sovetdə, məktəb direktorları da, müəllimlər də. İkinci kətdə mən bunu görürəm. Və bu çəkilən yola mən birinci dəfə görürəm ki, qəbristanlığa yol çəkilir. Onu kim çəkdiribsə Allah onun ölənləri rəhmət etsin. Bulaq çəkilir. Bax, bu deyə bax, bulaq çəkilir. Bu şəhidə verilən qiymətdir. Ona görə də mən bir daha bu kəndə, kənd cəmaatına sağ ol deyirəm. Çox sağ olun. Halbuki dünənləri Türk ölkələrinin dövlət başçılarının Qəbələdə 12-ci samit oldu. O samitdə Özbəkistan prezidenti Şövkət Mirzoyev bir gözəl söz dedi. Dedi ki, 44 günlük qələbədə Azərbaycanın qələbəsi bu Türk ölkələrinin qələbəsidir. Doğrudan da elədir. Bir vaxtlar Həştərxan tərəfdən Rusiya, cənubdan İran tərəfdən İran bağlamışdı Xəzər dənizi. Orta Asiya Respublikalarının Türkiyəyə geliş yolu yox idi. Laf asılsaydı da gəlirdi qabağında Ermənistan orada bir sel yaradılmışdı. Zəngəzur koridoru yararlandan sonra Türk dünyası ölkələr arasında əlaqə yaranacaq. Bu doğrudan da Türk ölkələrinin qələbəsidir. Və bu işdə bizim şəhidlərimiz rol tanınmaz. Və buna görə də nəinki biz, bütün Türk xalqları bizim şəhidlərə Allahdan rəhmət edir və bildirirlər ki, tək Azərbaycanın yox, bütün Türk dünyasının onlar qəhrəmanlardır. Bir daha Allah şəhidlərə rəhmət versin. Çox sağ olun. Təşəkkür edirəm. Şəhid anası. Haçda xanım, buyur. Biraz yuxarı qaldır bax. Sağ olun. Tədbir iştirakçıları, hörmətli ağsaqqalımız, hörmətli Axundum. axundlarımız, hörmətli əziz qardaşlarım, bacılarım, Göylər cəmaatı, hər birinizi salamlayıram. Allah sizlərdən razı olsun ki, bizləri bugünkü gündə, bizim bu ağır, çətin günlərimizdə bizləri tək qoymuşsunuz. Bayram qardaş, rəsmi, Baluza canım qurbansın, yerləri cənnət olsun, cəm şəhidlərin qarşısında baş əyəm. Allah ordumuzu qorusun, millətimizi, Azərbaycan xalqını qorusun. Allah əskərlərimizin işini avan diləsin. Allah Azərbaycan xalqına üstün göstərməsin. Var olasınız. Allah hər birinizdən razı olsun. Çox sağ olun. Çox sağ olun, təşəkkür ederim. Bahar xanım, buyur. Mən də hər birinizi salamlayıram. Çünki şəhid balamızın ən çətin ağır günüdür. Bayram qardaş, Rəsmiyə bacı. Allah cəm şəhidlərimizin yerini cənnət eləsin. Bugünkü ağır gününüzə biz bacıyız qurban. Allah sizə bol-bol səbr versin, hamımıza bir yerdə. Çox sağ olun. Hacı, buyur. Hörmətli ağsaqqalımız, ahudlarımız, kənd cəmaatımız, Allah hamımızdan razı olsun. 5 ildir bu ağır gündə, ağır gün deyirik, biz için ağırdır, bəli, amma qüruru bu günə bizi çıxardır. Bu günə yaşadan böyük balalarımızın fəxridir, qururudur. Ən böyük rütbəli adamlardan, rütbələri, adları böyük olan balalarımızın qarşısında bir şəhid anası olaraq baş əyirəm. Çox sağ olun. Allah hamımızdan razı olsun. Allah Rəsmiyə bacı, Bayram qardaş, Allah qalan balaları saxlasın. Allah Müşfiq balamın timsalında bugün bütün şəhid balalarımızın ruhu şad olsun. Təşəkkür ederim. Çox sağ olun. Necip bakalım, buyur, sen bu kəndin kızısan. Buna görə bu vaxtı verdim sənə söz ki, sən... Allah razı olsun. Təşəkkür edirəm. Cəm şəhidlərimizin məqamıza yeri cənnət olsun. Amin.
Allah sizi böylükdən əski eləməsin. Teşekkür ederim. Allah bacı sizə səbir versin. Qardaş başda dedim, Allah səbir versin. Sən şəhid ailələrinə Allah səbir versin. Teşekkür ederim. Emre Hanım. Eldün nanası. Buyurun. Mən də hamını salamlayıram. Bugün Müşfiq balamızın anım günüdür. Bayram qardaşıma, Rəsmiyə bacıma Allahdan bol-bol səbr, dözüm arzulayır. Allah qalan balalarına, onlara çoxlu gözəl günlər nəsib eləsin. Ayın 8-i olan, 8-i zirvəyə ucalan, şəhidliyə ucalan qəhrəman balamızın timsalında bütün şəhidlərin ruhu qarşısında baş əyirəm. Onlar bizə vətəni sevməyi, onlar öyrətdi bizə. 44 gündə vətəni necə sevmək lazım olduğunu onlar öyrətdi bizə. Allah hər birinizdən razı olsun. Allah var etsin. Çox sağ olun. Teşekkür ederim. Evet, əvvəla atasına, anasına səbir diləyirəm Müşfiq balamızın. Sonra xalqımızı xalq kimi tanıdan, qəhrəman xalq kimi tanıdan Müşfiq balamızın ruhu şad olsun. Onun ruhu qarşısında baş əyirəm. Allah sizlərə bol-bol səbir versin. Məndən əvvəl çıxış edən qardaşlarım, yoldaşlarım, bizi qardaş eləyən elə bax bu Müşfiq balamız. Bizi bir-birimizə bağlayan bağlarımız. Allah məkanınızı cənnət eləsin. Allah nə yaxşıdır sizə qismət olsun, elə qismət olub da. Düzdür, fəxri fəxarəti böyükdür bağlarımızın. Amma acıların biz yaşayırıq orada, bax, biz bacı qardaşlar var, burada yığılanlar. Və mən hörmətli kənd əhlinə çox sağ olun deyirəm. Məndən əvvəl çıxış edən qardaşlarımız da deyirlər. Həqiqətən də Göylər cəmaatı layiqdir bu. Demək ki, Allah sizi saxlasın, Allah sizi var eləsin. Ki, bu toplantılarda bizimlə bir yerdə olursunuz. 5 ildir biz sizin gücünüzdə bilirik. Ondan sonra layiqli necə cəmaat qarşılayırsınız, çox sağ olun. Hər birimizdən münasibətiniz, hər birinizin daha yaxşı rəftar edirsiniz. Laf yaxşıdır. Allah asaqqa sizlər də var eləsin. Teşekkür ederim. Dövlətimiz var olsun. Amin. Prezidentimiz var olsun. Allah bizim bugünkü gündə orada xidmət edən balalarımızı salamat eləsin. Çok sağ olun. Ben de özünüzden de salamlayacağım. Buyur. Göylər cəmaatına salamlayacağım. Allah sizi var eləsin. Allah sizden razı olsun ki bu neçə ildə bizi tək olsun. Bayram qardaş, Rəsmiyə bacı. Allah səbrinizi versin. Anlam, nə bilim vallahi. Bala hakkında ne demək olar? Bala hakkında olar, danışma olar, Allah heç kimə bala qanı göstərməsin. Allah Müşfiq balasını timsalında bütün şəhidlərimizə rəhmət edin. Amin. Məqamlarımızı eyləsin. Allah rəhmət edin. Çok sağ olun. Çox sağ olun. 5 il ərzində yəni Allah hamımıza razı olsun. Kənd əhalisidir. Allah hamısından razı olsun ki, bizə tək olmur. Gün Müşfiq balamızın timsalında Allah cəm şəhidlərimizin ruhunu şad eləsin. Allah məkanları uca olsun. Allah sizə məkanları uca olsun. Hər biri qəhrəmandır balalar. Allah yerlərini cənnət etsin. Amin. Teşekkür ederim. Namaz. Şahit atası. Buyur. Allah səbrinizi versin. Allah yerinizdən Teşekkür ederim. Çok sağ olun. İlham. Araram 11 birden. Çok sağ olasın. Değerli kardeşim. Hamımızdan razı olsun. Allah Müşfiq balamıza rəhmət eləsin. Məqamı uca olsun. Bayram qardaş, Rəsmiyə bacı. Allah səbir versin. Allah rəhmət eləsin. Allah cəm şəhidlərini Çok sağ olun. Teşekkür ederim cemaat. Bugün ben de bir neçə gündür vaxt yerine biraz çok ulaşır. Bir neçə gündür görmediğim adamla bana salamlaştık, görüştük. Yaxşı insanların biri, güzel insanların, güzel bu kendin hem aktif adamı, hem Göylər cemaatinin istəyli adamı, hem Allah adamı olan Səməd müəllim də buradadır. Sizin karşınızdadır, o da ziyarətdədir, ona da ben teşekkür ederim ki bu günləri gəlib, bizimle birlikte. Səməd müəllim buyur. Çok sağ olun. Ben burada iştirak eden bütün insanlara hamısına
özlərim minnətdarlığımı bildirirəm ki, bu günlər bizimlə buradalar. Burada Müşfiq rəhmətliyin anam günündə iştirak edirlər. Mən bütün 1-ci Qarabağ Savaşında 44 günlük müharibədə və eyni zamanda aprel döyüşlərində şəhid olan bütün şəhidlərimizin qarşısında baş əyirəm. Onlara Allah'tan rəhmət edirəm. Onların bütün valideynləri qarşısında bir daha deyirəm, baş əyirəm. Allah qənəqən onlara rəhmət eləsin. Allah qazilərimizə şəfa versin. Nasılsınız? Çok sağ olun. Özde uzak bir yerden gelirsiniz. Buyurun. Allah kömək olsun. Çox sağ olun. Təşəkkür edirəm siz özünüzə görə. Salamlayıram. Başqa şəhid ailələr olmaqla, tədbir iştirakçıları. Nə deyə bilərim? Borcumuzdur bizim burada olmağımız. Bəli. Allah qismət edirsə, min şükür ki, gəlib iştirak edə bilirik. Müşfiq başda olmaqla cəm şəhidlərimizə Allahdan rəhmət diləyirəm. Yerləri cənnət olsun. Amin. Allah onların ailələrinə səbir versin, bol-bol. Çünki onların buna ehtiyacı var. Allah yerlərini cənnət eləsin. Salamlayıram tədbir iştirakçılarını. Öncə də Bayram qardaş rəsmi Allah səbrin diləyirəm. Bütün Müşfiq balamın timsalında olan bütün şəhidlərə Allah rəhmət olsun deyirəm. Müəllimə danışırdığına mən kifayətlənərəm. Sən bugün göndərdin. Buyur. Fərqi yoxdur. Göylər Şamlıqı eyni analarımızdır. Buyur. Bugün Müşfiq balamızın 5-ci il dönümü. Bizdə şəhid valideynləri üçün ağırdır. Ancaq biz yaşamalıyıq. Onları yaşatmaq üçün biz yaşamalıyıq. Allah'tan bütün şəhid valideynlərə səbir diləyirəm. Dözüm diləyirəm. Allah rəhmət eylesin. Çok sağ ol. Teşekkür ederim. Bugün göylerdik. Allah Teala birliğine bağışlasın. Bu çağdan çektiğimiz ağrılar bize versin. Bundan sonra göstermesin bu ağrıları. Amin. Keşke sizin vaxtınızda alacaq hörmətli Asaklar. Buyur. Səhv eləmirəmsə 94-95-ci illərdə Bakıdan gəlirdim. Aha. Onda hələ xalqı şirkin maşınlar çıxmamış. O xalq avtobusların köhnəsindən gəlirdi. Bir nəfər yoldaş o tərəfdən qaçqın gəlib burada bu bizim qat dəftərində yerləşmiş adamlardan biri mənə bir jurnal verdi. Moldova Respublikasında yaşayan bir nəfər keçmiş həkim. Bir lövhə baş əyirəm. Allah Teala'dan onlara səbir. Çok sağ olun. Allah'tan səbir diləyirəm onlara. Çok sağ olun. Teşekkür ederim. Bu güzel doluğun Allah'ın çıkışını düşün. Çok sağ olun. Şimdi. Laf ahırda onlara söz vereceğim. Onunla da yekunlaştıracağım. Qohumdur. Elə mənə də çatır qohumluğu. Hamı mənim qohumumdur. Sahib. Buyurun. Selamünaleyküm. Aleykümselam. Allah rahmet eylesin. Bayram Ahmet resmine kalmışsın. Allah size sabır versin. Sağ olun. Çok sağ olun. Teşekkür ederim. Hakim ben. Əziz şəhid ailələri, sizi Şamaxı rayon İcra Hakimiyyətinin başçısı, hörmətli Tahir müəllimin adından salamlayıram. Məndən əvvəl çıxış edən natiqlər, çıxışçılar lazım olan bütün şeylər dedilər. Mən də Müşfiq qardaşımızın timsalında cəm şəhidlərimiz ucallardan rəhmət diləyirəm. Ailə üzvlərinə, yaxınlarına səbir, dözüm diləyirəm. Allah rəhmət eləsin. Bir duyan olmadı hay harayını, felek viran etti han sarayını. Doyunca dadmadın ömür payını, beni dost eyledin derdine Müşfiq. Ömrümü verərəm gəlsə əlimdən, adım bir an belə düşmür dilimdən. Bir yara atmısan valla qəlbimdən, mən qurban yaralı qəlbinə Müşfiq. Ayrılıq necəymiş etdi yolunu, insan itirərmiş sağı solunu. Dön geri boynuma sarı qolunu, həsrətəm o şirin diliyinə Müşfiq. Sağ olsun. Maşallah. Helvada bana kaçmaya değer. Çok sağ olun. Her ki uzaktasın. Tam köyler orta məktəbinin tələbələr, şagirdləri buradadır. Buyursunlar benim yanıma.
Bir saniye, bir saniye. Tutmayacaklar, dururlar. Ha, buyur bana, buyur yapsın. Buyurun. Anası qapıda göz yaşı ilə qayıdarsan deyə yol çəkdi müşfiq. Dağlar səslədi, küləklər dedi. Oğlun şəhid olub, gül təki müşfiq. Yuxumda görürəm, əynində bayrağın rəngi, şəfəqi. Ürəyim titrəyir oğlum deyəndə. Adınla doludur bu vətən sərəfi. Qanımı torpağa səpdin gül atdı. Cənnətə ucaldın. Panç ruhun ilə bir xalqın fəxridir adın bu gündə. Müşfiq sən yaşayırsan ürəklərimizdə, dildə. Ulduzlar sayışır, sanki baxırlar. Ananın göz yaşını silir mələklər. Sənin adın çəkiləndə şəhidin. Sükutda baş əyir, qürurlanır, sevinir. Qəhrəman igidlər silahını aldı, nəfəsi düşmənin bağrını yardı. 44 gün sürdü tarixi yazdı, tarixi yazanlar oldular şəhid. Gör neçə analar hər gün ağladı, başına qapqara örpək bağladı. O şəhid oğlu üçün yasta saxladı, heç sizi unudar analar şəhid. Haqq hesab günüdür dedi igidlər, Cənnət Qarabağda bizim şəhidlər. Silaha sarılıb vətən dedilər, vətənin uğrunda oldular şəhid. Qələbə gününü datdıran bizə, bu millət borcludur bir ömür sizə. Müjdə ver polada həm mübarizə, igidlər torpağı aldılar şəhid. Çox sağ ol, təşəkkür edirəm. İgidlər içində qoyubdur atsan, vətənə, millətə bağlı bir insan. Dağları titrədən göylərə zadı, aldı səni bizdən bu fani dövran. Sənin igidliyin bir dillərdədir, ruhun həm səmada, həm göylərdədir. Sənə qismət oldu məqamı cənnət, müşfiq igidliyin ürəklərdədir. Sənli xatirələr bizim üçün əziz, qoyduğun adsan təmizdən təmiz. Allah'tan arzumuz müşfiqə rəhmət. Rəşid evinizdir, əlbəttə şəhid. Təşəkkür edirəm. Sizi hazırlayan getmə. Sizi hazırlayan müəllimə və müəllimə təşəkkür edirəm. Can vararaq xəyala daldım. Gözümdən süzüldü acı damlalar. Yenə bir şəhid xəbəri aldım. Sızladığı qəlbimi bu ətən çağlar. 23 illik hekayə bitdi. Müşfiq arzuları qaldı yarımçı. Əcəl nə zamansız zamanlı yetdi. Fələk, cavan əmrə etdir aksızlıq. 97-ci il martın 8-i ən böyük hədiyyə oldun anana. Oktyabr ayının 28-i aldığı qara torpaq səni bağrına. Aldığı qara torpaq səni bağrına. Çox sağ ol, buyur. Əymə qamətini, əymə başını. Şəhidlər ölməzdi, şəhid anası. Yuma göz yaşında məzar qaşını. Şəhidlər ölməzdi, şəhid anası. Ucatdı bayrağı Qarabağında. Qorudu vətənin dağın daşında. Qoymadı torpağı yat tapdağında. Şəhidlər ölməzdi, şəhid anası. Ər kimi deyərək sözünü getdi. Bürüyüb bayrağa özünü getdi. Çevirib cənnətə üzünü getdi. Şəhidlər ölməzdi, şəhid anası. Bizim borcumuzdur onu yad etmək. Bununla onların ruhun şad etmək. Düşmənə yaraşır məhv olub getmək. Şəhidlər ölməzdi. Şəhidlər ölməzdi, şəhid anası. Allah. Çox sağ ol. Məqamın mübarək şəhidim deyib, cənnət yolunu açdı müşfiqim. Şəhid olduğunu eşidib bilib, mələklər üstünə qastı müşfiqim. Düşmənlər boynunu çox hastı edicir. Boynunu çox hastı edicir. Nə keçsə də qalacaq gizil.
Təzə bəy Sənə baxırlar o biz. Buyur. Təzə bəy hələ şəhid, hələ ata olmamış, müşük kimi nişanəsi qalmamış. Bütün şəhidlərin bacısıyam mən. 5-6 bacısı olanların da, muradı gözündə qalanların da, zam üstünə xəyala dalanların da, bütün şəhidlərin bacısıyam mən. Çok sağ olun, teşekkür ederim. Sizi hazırlayan. Buyurun. Asta basın o torpağa, orada şəhid anası var. Qan qarışmış bu palçıqda, sönmüş şəhid həvəsi var. Qurban olum yavaş gəzin, o daşlardan, o qayalardan. Qara şallı bir ananın, dağlar boyda yarası var. Asta deyin, asta gülün. Asta deyin, asta gülün. Bir ananın, bir atanın bala boyda yarası var. Qatil gülləsinə qurban gedərkən gözünü sabaha dikdi şəhidlər. Üçrəngli bayrağı öz qanlarıyla vətən torpağına çəkdi şəhidlər. Tarixi yaşadı diləyimizdə, bir yumruğa döndük o gecə biz də. Bir yumruğa döndük o gecə biz də. Hemen siz de kardeşler. Söz verdiyiniz üçün bildirmək istəyirəm ki, şəhid sözü təkcə dövlət üçün bir əsgər, bir hərbçi deyil. Dilçilikdə təkcə bir dini və yaxud da bir elmi termin deyil, hərbi termin deyil. Şəhid bir xalqın, bir millətin namusu, qeyrəti, onun sabahını işıqlı edən bir mərhumdur və bu belə deyək ki, igidləri dünyaya gətirən analar qarşısında baş əyirəm və o sıradan da Müşfiqin anasının qarşısına və valideynlərinin həm də atasının qarşısına baş əyirəm. Allah rəhmət eləsin, Allah yerlərin cənnət eləsin. Çok sağ olun müəllimə, çok sağ olun. Gəldə sanatırım, gel orada da, ona diyor. Hörmətli şəhid valideynləri, şəhid ataları, şəhid anaları, sizlərin qarşısında nə qədər nə qədər bu şəhidlərimizi təbliğ eləsək də bir qəhrəman kimi yenə də azdır. Çünki hər birinin ömrü bir dastandır, ömründən, hərəsindən nə qədər danışsaq, danışmağa söz çatmaz, ifadə eləməyə sözlər yetməz. Sözlər azizdir onların qarşısında sözlə ifadə eləmək. Hər bir şəhid anasının, şəhid atasının qarşısında baş əyirik. Allah rəhmət eləsin bütün şəhidlərimizə. Biz onların sayəsində müstəqilliyimizə, suverenliyimizə qovuşduq. Ona görə bütün ömrümüzü, bütün həyatımızı şəhidlərə borcluyuq. Biz də əlimizdən gələn budur ki, onları məktəblilərə, şagirdlərə təbliğ edək, hər zaman təbliğ edirik, onları bir qəhrəman kimi tanıdırıq. Siz də əmin olun ki, bizim əlimizdən gələn vəzifəni layiqincə yerinə yetirib onları bir qəhrəman kimi, hər birini bir qəhrəman kimi yad edirik, hər birinin məktəblərdə, lövhələrdə, şəkillərin tanıdırıq. Kiçik yaşlı uşaqlara birinci növbədə öyrədirik, onlara hörmət etməyi, valideynlərinə hörmət etməyi hər zaman qeyd etmişik, yenə də qeyd edirik. Allah bütün şəhidlərimizə Çok sağ ol, teşekkür ederim. Getmə, xahiş edirəm, çıxış edirəm, diyansın orada müəllimlər. Müəllimə də getməsin çox uzağa. Çox hörmətli şəhid valideynləri, hamınızı salamlayıram. Sizin qəhrəman övladlarınızın sayəsində bugün Qarabağ torpaqlarının işğal altından azad olunması arzu deyil, artıq reallıqdır. Azərbaycan torpaqlarının, Azərbaycan suverenliyi uğrunda öz canından keçmiş bütün şəhidlərimizin xatirəsini həmişə yad etmək, uca tutmaq, onların deməli qohumlarına, yaxınlarına, doğmalarına diqqət və qayğı göstərmək bizim və gələcək nəsillərin şərəfli borcudur. Allah bütün şəhidlərimizə rəhmət eləsin, məkanı cənnət olsun. Orta məktəbi, yeni zamanda Çöl Göylər tam orta məktəbi. Hər birinə təşəkkür ederim, Ağsaqqalı təşəkkür edirəm. Mən keçən səfər buradan gedəndə, anım günü, ilk anım günündə Rızanın tədbirindən getdim. Göylər demişkən çox fərəhlə getdim. Getdim orada gördüm, nüfusub cəmaat başçı məni qarşıladı orada. Dedim, necə keçdik? Dedim, 3 milyon yuxarı insan vardı cənab başçı. Hamd olsun Allaha. O qədər orada dedim, mən fərəhləndim. Məktəb, sinif, o dedim, o təşkilatçılar, icra nümayəndəsi, bələdiyyənin sədri, hər biri qalxmışdı. Mənim dediyim formada işlər düzəlmişdi. Hər formada, bugünkü anım gününü keçirdik və gəldim sizin yanınıza. Dedi, çox sağ ol, çox razıyam sənə. Ona görə də hörməti görər cəmaatı. Sağ olun.
Bu tarafta çekinə bilməz. Hamısı bu uşaqların sahəsində. Ali baş komandanın İlham Əliyev tərəflərinin sahəsində. Başına dönüm olun. Görürsünüz dünyanı çöküb bunu Azərbaycana. Azərbaycan bugün gözəldir. Azərbaycan bugün bütün dövlətlərdən başda Allah'a şükür. Ona göre ki Azərbaycanın bugün bir karış torpağı yağı düşmanın elində deyil. Buradaki insanlar hamısı mənim istədiyim insanlardır. Hörmətli Göylər kənd icra nümayəndəsinin sədri İxtiyar müəllim buyur. Sizin zəhmətiniz azdır. Mən bunu bərkdən deyirəm. Xalqın içərisində həmişə mən başımıza düşdüm sağlıq cəmaatın içərisində. İş görən adamın işini işıqlandırmaq lazımdır. Buyurun. Çox sağ olun mənə verdiyi sözə görə. Hörmətli anım iştirakçıları, hörmətli toplantı yönetmen iştirakçıları, burada Göylər cəmaatının tez-tez adı diqqətə gətirilir, göstərilir. Mən qonaqları salamlayıram, mən bütün şəhid ailələrini salamlayıram. Hər bir şəhidin valideyninin qarşısında baş əyirəm. Allah yerlərin cənnət, məqamların uca eyləsin. Az öncə burada çıxış edənlər elə bir ifadə, elə bir söz yoxdur ki, o şəhidə bəzək gətirsin. Şəhid sözü ən bəzəkli sözdür. Bayaq müəllimə qeyd elədi ki, o, yəni, hər bir dövlətin şəhidi özü üçün qürur mənbəyidir. Bayaqları şəhid anası qeyd etdi ki, bizimki həyatda doğrudan da bala dağı, bala etkisi heç vaxt getmir. Amma onların uca vüqarı bizi yaşadır. Biz yaşayırıqsa bugünkü gündə onların o vüqarlığı, o zəhmətinin, onların o nətər sinəsin vətən torpağı yolunda ölmə verməyinin sayəsində biz yaşayırıq. Bəli, onu doğrudan da Şövkət Mirzəyev doğru qeyd etdi ki, şəhidlər tək Azərbaycanın yox, bütün müsəlman dünyasının şəhididir. Əgər yaxın vaxtlarda bizim Allah'ın köməyi ilə Zəngəzur yolu da açılsa, bütün müsəlman dövlətləri arasında birlik getdikcə reallaşır, həyata keçir. Və prezidentimiz qeyd etdi ki, nə qədər silah alınsa, nə qədər yerüstü, nəqliyyat, samaryot, texnika alınsa da sinəsin qabağa verməyə əsgər lazımdır. O da bax bu igidlərin sayəsində həqiqətən xalqla ordunun birliyi, müzəffər ordumuzun komandanının birliyi sayəsində torpaqlarımız azad olundu. Bir daha bu günləri Müşfiqin timsalında bütün şəhidlərə Allah'tan rəhmət, onların valideynlərinə səbir diləyirəm. Çox sağ olun. Verdiyi sözə görə. Təşəkkür edirəm hörmətli müəllim. Sağ olun. Söz Göylər kənd bələdiyyəsinin sədri hörmətli Çingiz müəllimindir. Buyursun. Çox sağ olun. Mən də öz növümdən mərasim iştirakçılarını salamlayıram. Bugün anım günündə iştirak edən şəhidlərimizin valideynlərini, atalarını, analarını salamlayıram. Bəli, bugün Müşfiq balamızın anım günüdür. Biz onun xatirəsini almaq üçün burada toplaşmışıq. Rəsmiyə bacı, Bayram qardaş, Allah sizə səbrinizi versin. Bunların yaşadıkları həyat qısa oldu, amma yaratdıkları bir dünya boyda bir işlər oldu. Yəni onların sayəsində, bütün şəhidlərimizin qəhrəmanlığı sayəsində bizim torpaqlarımız azad olundu. Yəqin ki, sizin də ayağınız düşür bu Qarabağ torpaqlarına. Orada görürsünüz ki, cənab prezidentimizin rəhbərliyi ilə necə quruculuq işləri gedir. Bunlar hamısı bizim bu balalarımızın sayəsində oldu. Allah onlara rəhmət eləsin. Sizə də səbir dilirik, qarşınızda baş əyirik. Çox sağ olun, təşəkkür edirəm. Bu iş görən insanların işini işıqlandıranda onlar da deyir ki, bizim işimizi deməli görürlər. Səhər ondan da yaxşı iş görürlər. Ona görə də mən bu yaxında Rıza balamızın anım günündə Lamiyə balam gözəl bir söz dedi. Göylər kənd rəhbərlərinin işini işıqlandırdı. Çox sağ olsun. Allah Teala onun balasının əlində toyu. Ona rəvaz versin, ona köməli gələsin. O toyu biz eləyək sizinlə birlikdə. Ondan sonra bütün şəhid ailələrinin hansı balasının toyu varsa hamısına iştirak eləsin. Hörmətli cəmaat. Akif buradadır.
Bayramın komşusu. Buyursun. Uzak Biraz uza danış. Allah razı olsun. Şey Aziz. Aziz kardeş. Aziz buradadır. He. Allah şaman dilesin. Şəhidlərə Allah rəhmət eləsin. Şəhidlərin valideyninin qarşısında baş əyirəm ki, belə evlatlar yetişdirirlər. Ha, buyur. Ben de her birinizi salamlayıram. Bütün şəhid atalarına, şəhid analarına Allah'tan səbr diləyirəm. Və bunları necə ki var, dövlət durduracam, qürurlu olmayı arzulayıram ki, belə qəhrəman övladlar, atalardır, analardır. Həqiqətən dövlət varsa, vətən varsa, onun müstəqilliyi, suverenliyi varsa, onun düşmən də olmalıdır. O torpaqları düşməndən qorumaq üçün əskərimiz, zabitimiz və o cümlədən bizə xain baxan dövlətlərə qarşı bizim savaşan ordumuz olmalıdır. Şükürlər ordusu neçə illər əsarətdə qalan torpaqlarımızı və bu qəhrəman oğlanlarımız azad elədi, suverenlik aktına qol çəkildi. Biz indi onların sayəsində azad suveren bir dövlətdə yaşayırıq. Allah cəm şəhidlərimizə rəhmət etsin. Amin. Son sonra. ربنا اغفر لي ولوالدي وللمؤمنين يوم يقوم الحساب برحمتك يا ارحم الراحمين لله تعالى الفاتحه. Fatiha. Allah rahmet eylesin. Efendim birinci sıra. صدرك ووضعنا عنك وزرك الذي ينقض ظهرك ورفعنا لك ذكرك فإذا فرغت فانصب ربك رب العزة عما يصفون. Nümayəndəsinin sədri mənim yadıma saldı, mənə dedilər. Bu günləri bu qardaşımız da ziyarət eləmək bizə nəsib oldu. Dövlət cəmaatı ilə bir yerdə. Allah rəhmət eləsin. Bütün burada olan, bütün dünyada olan şəhidlərimizi geri cənnətdə olsun. Bugün buradayıq. Bugün qardaşımız Elsubar'ın qardaşımızın ziyarətindəyik. Onun bu günləri anım günüdür. Dövlət cəmaatı yanımdadır. Şəhid atalar, şəhid analar yanımdadır. Buradadılar. Ona görə də Gözü Elon'un qardaşı Qəhrəman müəllimə belə buyursun. Allah bütün şəhidlərə rəhmət eləsin. Onlar bizim azadlığımız uğrunda şəhid olublar. Vətənin keşiyində durublar. Bir gün onların sayəsində bugünkü gündə biz həyatımızı davam edirik. Yerləri cənnət olsun. Şəhidlər ölməz. Şəhidlər əbəşəklərdə əbədi olaraq yaşayacaq. Allah cəmi şəhidləri Təşəkkür edirəm. Ceyhun müəllim bir neçə kəlmə. Allah bütün şəhidlərimizin ruhunu şad eləsin. Onların qarşısında baş əyirik. 92-ci ildə biz də döyüşdük. Span qardaş döyüşüb. Şəhid atalarının demək olar ki, 70% elə şəhidlərimizin ataları 1-ci Qarabağ iştirakçılardır, müharibə iştirakçılardır. Mən özüm də iştirak eləmişəm müharibədə. Bizim yarımçıq qalan işlərimizi bizim balalarımız tamamladılar. Əmlərinin yarımçıq qoyduğu işləri, şəhid əmlərinin yarımçıq qoyduğu işləri balalarımız tamamladılar. Onların qisasını aldılar. 200 illərdir bizim torpaqlarımız işğal altında olur. Bizim
Xalqımız döyüşkən xalq olub. Yəni bizim şəhidlərimiz olub, mütəmadi şəhidlərimiz olub. Balacadan böyüyə borcumuz ki, istəyir 92, istəyir 100 il bundan qabaqki ya 2020, 2016 antiterror şəhidləri. Onlar bizim qürurumuzdur. Biz onlar xalqa nümunədirlər. Həqiqətən də həm görünüşləri ilə, həm bu göstərdiyi şücaətlərlə, qəhrəmanlıqları ilə bizim xalqımız balacaya böyüyə nümunədirlər. Allah şəhidlərimizdən razı olsun. Onların ailələrinə, yaxınlarına Allah səbr versin. Şəhid evdən gedir, eldən gedir. Yəni, onlar eldən getdilər. Sağ olun. Amin. Sağ olun. Qədirəm müəllimə buyurun. Mən də hamı salamlayıram. Bugün sizin bu məktəbiniz yenə gəlib Əsvar Məmmədovda ziyarət eləməyiniz məni çox qürurlandırdı. Çox şad oldum ki, Mirəli babanın dediyi kimi biz unutqanı bilətik. Ancaq bugün biz bu 92-ci il şəhidin yad eləməyinə çox sevindim ki, yəni şəhidlərimiz heç vaxt unutulmayacaq. İstəyir 92-ci il şəhidlər olsun, istəyir 20-ci il şəhidlər olsun. Onlar hamısı vətən torpağı üçün öz canlarından keçiblər. Ona görə onları yad eləmək, onların gəlib ziyarətinə gəlmək bizim hər birimizin bir Azərbaycan vətəndaşı olaraq borcumuzdur. Çünki onlar bizə görə öz canlarından keçiblər. Allah hər birinizdən razı olsun, çox sağ olun. Mən də bütün şəhidlər qarşısında, eləcə də 92-ci ilin şəhidlərin qarşısında baş verirəm. Sağ olun. Qasım müəllim buyurun. Çox sağ olun, mən də hamınızı salamlayıram. Bir daha qeyd elədilər, müəllimə də qeyd elədi ki, bunlar öz canlarını vətən torpağının tölü yığılarında fəda edirlər. İstər 1-ci Qarabağ savaşında, istərsə də 44 günlük savaşda bu tamamlama, müəllim də qeyd elədi, tamamlamadığı işləri bizim balalarımız öz zəfərləri ilə tamamladılar. Deməli, bu şəhidlərin də ruhları şaddır bu günləri. Desən, niyə görə? Ona görə ki, torpağımız bütövləşib, suverenliyimiz bərpa olub. Ona görə də mən də bir şəhid atası olaraq hamımızdan xahişim budur ki, zamanla onların ad günlərində, anım günlərində, ən azından anım günlərində onların başında olmalıyıq. Çünki 1-ci Qarabağ savaşının şəhidin köhnəsi, təzəsi, yəni bilim, keçmişi, gələcəyi yoxdur. Çünki şəhid şəhiddir, hamımızın baş tacıdır. Bir daha Allah şəhidlərimizə rəhmət eləsin. Qardaş, onun balaları salamat olsun, sizlərə Allah sağ eləsin ki, bu günləri, bugünkü, bax bu həyatı bizə bəxş eləyən o şəhidlərin, yəni vətən torpağından ötürü canların fəda eləməkləridir. Allah hamımızdan razı olsun ki, dövlətimiz var olsun. Amin. Çox sağ olun, var olun. Təşəkkür edirəm. Bax, bunu bu dediyinizi mənim sağımda olan və ya solumda olan insanlar mənə dedi ki, Ağsaqqal, bugün bunun anım günüdür, bunu xalqa elan elə və xalq da bu günləri burada olsun, buradadır. Hörməti xan baba, siz bunun bir neçə danışdınız, deyəsən buna bir yerdə olmuşsunuz. Bir yerdə olmuş Ağsaqqal, rəhmətli batalyon komandiri olub. Allah o dünya sürməsin. Allah məqamını uzaq eləsin. Onsuz da bunlar seçilmişlərdir. Biz onların haqqında danışmağımız vallahi beşərə bir şeylərdir. Onların keçdiyi günü, onların gördüyü günü görən adam üçün o danışmaq böyük bir çətinlik. Allah məqamlarını uca eləsin. Hamısının qarşısında başa əyirəm. Allah rəhmət eləsin, Allah məqamını uca eləsin. Nə deyim? Qardaş xan baba. Sizin danışığınız da, bizim danışığımız da elə belə deyil. Bu danışıqla dünya yayılır. Onların Danışıqla xalq yaşatır. günü görəndə Danışmasaydı biz nə bilirdik ki, burada belə bir şey var. Ama Allah rəhmət eləsin, Allah yerini cənnət eləsin. Qardaşımızın timsalına Allah yerlərini cənnət eləsin, cəm şəhidlərimiz. Amin. İstər 44 gün olsun, istər 1-ci Qarabağ müharibəsi olsun. Allah yerlərini uca eləsin, məkanları uca olsun, qardaşına da Allah səbir bolluqda səbir versin. Çox Allah razı olsun cənnəti. Buna bizi gətirir. Ziyarətgahlarımızı həmişə olacaq Allah'ın cənnəti. Çox sağ olun. Bu günlərim mənimlə çıxış eləyənlər də qeyd elədik. Cəm şəhidlərimizin istər 1-ci Qarabağ müharibəsi zamanı, istər sülh və atəşkəs dövründə, istər aprel müharibəsi zamanı şəhid olan bütün qəhrəmanlarımızın ruhları şaddır. Möhtərəm prezidentimiz, cənab Ali Baş Komandanın rəhbərliyi altında 44 gün ərzində bizim 30 ilə yaxın işğal altında olan torpaqlarımız işğaldan azad olundu.
orada hal-hazırda Azərbaycan vətəndaşları öz dədə-baba yurtlarında yaşayırlar. Azərbaycan bayrağı həmin ərazilərdə dalğalanmaqdadır. Allah Teala'dan cəm şəhidlərimizə rəhmət diləyirəm. Onların ailə üzvlərinə, yaxınlarına, qohumlarına səbir dözüm diləyirəm. Çok sağ ol, teşekkür ederim. Hürmetli ihtiyar müəllim, sizinle yekunlaştıracağım. Buyurun. Çok sağ olun. Hürmetli yığıncaq toplantı iştirakçıları. Ben orada qeyd elədim və müəllim çox gözəl dedi ki, şəhid 44 günlük müharibədə şəhid olanların əksər valideynləri, 70% ataları 1-ci Qarabağ müharibəsində iştirak edir. Və qeyd etdi ki, müharibənin başlamasında, yəni 92-ci ildə onlar başladığı işi sonraki balalarımız tamamladı, yerinə yetirdi. Azərbaycanın torpaqları azad oldu. Bütöv Azərbaycanın yaranmasında bunlar başladığı yolları balalarımız 44 günlük müharibədə 20-ci ildə, 16-cı ildə olan müharibələrdə tamamlandı iş. Və bir neçə kəlmə bu günləri mən sizə öz minnətdarlığımı bildirirəm. Orada dediniz, burada da mən deyirəm ki, sən doğrudan da Göylər cəmaatının ən əziz vətəndaşı kimi qeyd edirik səni. Hər dəfə bizim bu toplantılarda, bizim darıxmış vaxtı şəhid valideynlərinin yanında olursunuz. Allah Əlsuar qardaşıma rəhmət eləsin. Onun oğlu da hərbiçidir. Hərbiçi olub bu günləri hərbi sahədə də dərs deyir. Qəni-qəni Allah rəhmət eləsin. Ot köküsə bitər. Onlar heç vaxt vətən nə qədər var, onlar unudulmayacaq. Allah hər birinə rəhmət eləsin. Valideynlərinə, qalan yaxınlarına Allah səbir versin. Çok sağ olun, teşekkür ederim size. Bunlar da torpaq naminə getmişdi. Bunlar da öz canlarını torpağa fəda vermək üçün getmişdi. Amma siz onu bilirsiniz, o zaman, o vaxtı, o devirdə rəhbərin olmamağı, Azərbaycan xalqında hərciməciliyin baş götürüb getməyi bu bağlarımızın bundan da çox şəhid verməyimiz buna səbəb olur. Ona görə də Allah Teala ağlı başqamanı ilham eləmişələ bulanın. Can sağlığı versin. Allah bütün şəhidlərimizi cənnətində eləsin. Mehriban xanımın şabanı olsun. Allah Göylər cəmaatına, Göylər kəndinə, Göylər xalqına piskin göstərməsin. Allah şəhid atalarını, şəhid analarını, qalan bağlarından xeyir görsünlər. Onların gözəl işlərində olaq. Biz də fələhlənək, onlar da fələhlənsin. Çox sağ olun. Hər birə təşəkkür edirəm. Gəldiniz mənimlə bura. Buradan da gedin inşallah. Ruslan. Çok sağ ol, sana teşekkür ederim. Tüm cemaatin adından sana teşekkür ederim. Zahmet çekirsen, şınavan da olsun, hayır da çekirsen kardeşim. Şınavan da olsun, sağ olun cemaat, gidelim. Dua ver. Amin. Fatiha. Bismillah.